Efirimiz davam edir. Nəzərinizə çatdırım. Uzman cərrah oftalmoloq Cahid Şahbazov studiyamızdadır. Əlaqə yaratmaq istəyənlər varsa Caspian International Hospital'a müraciət edə bilər. Cahid doktor, xoş gördük sizi. Xoş gördük. Necəsiz? Sağ olun, minnətdaram. Xoş gördük sizi və sizi izləyən dəyərli izləyicilərinizi. Təşəkkür edirəm. Keçən görüşümüzdə biz quru göz sindromuna toxunduq. Bugünkü gündə göz daxili mayenin rahat axa bilməməsi səbəbi ilə gözdə yaranan problem və bir çox insanların da qarşılaşdığı, əziyyət çəkdiyi bir qlaukomadan bəhs eləyəcək. Sizi eşitmək istəyərdim. Buyurun. Bəli, qlaukoma bizim ölkəmiz için çok aktual bir problemdir. Hətta endemik zona demək doğru deyil, amma bizim cənub bölgəsi bu xəstəlikdən daha çox əziyyət çəkən bölgəmizdir. Səbəblərini açıqcası bilmirəm. Bəlkə iqlimə bağlıdır, bəlkə qohum evliliyinə bağlıdır, amma mənim ən sıx gördüyüm qlaukomanı yaygın olaraq gördüyüm cənub bölgəsi və şimal bölgəmizdir. Bax, iki bir-birindən belə uzaqda yerləşən də bir bölgələrimizdir. Özəlliklə ailəsində qlaukoma problemi olanlar diqqətlə izləsinlər bizi. Çünki ailəsində, atasında, nənəsində bu problem anasında varsa, yəni bu qlaukom problemi 40 yaş sonrası onlarda da ortaya çıxa bilər. Və qlaukoma əlamətləri olaraq da çox, deyərdim ki, böyük əlamətlər vermir. Bəzən illərcə səssiz olaraq seyr edir. Və biz bunu rastlantı olaraq müayinə edirik. Son mərhələyə çatmaqdan əvvəl pasiyentlər bunu hiss etmir. Hətta görmə sinirində 60-70% atrofiya olmadan heç bir əlamət vermir. Çünki qlaukoma ilə pasiyentlər terminal, yəni son mərhələdə belə bəzən 100% görür. 100% görür, amma birinci qrup gözdən əlil insandır. Bu təzad olacaq, necə baş verir? Görmə sahəsi o qədər daralır ki, daracıq bir boru içindən insan görür. Ətrafı seçmir. Bizim görmə sahəmiz təqribən 120 dərəcə olmalıdır. Baxın, mən sizə baxarkən, siz mənə baxarkən bu divarı ya da ki, ətrafda bizi çəkən operatorları görürük bu şəkildə. Qlaukom xəstəliyində ilk növbədə görmə faizi azalmır. Görmə sahəsi daralır. Və biz 120-ni yavaş-yavaş 100... Amma yaxşı görür. Əla görür. Əvvəl 100 dərəcə görür, sonra 80, sonra yavaş-yavaş 70. Bu sahə çox daraldığında 60-70%-lərə gələndə insanlar ki, mən dumanını görürəm. Sanki duman var gözümün qabağında. Və o görmə sahəsinin daralmasıdır. Sahə daraldıqca hissələnmir. Bir tək gözdə olduğu üçün bəzən o dominant göz olmur. Çünki qlaukoma nadirən iki tərəfli simetrik seyr edir. Bu iki tərəfli bir problemdir. Amma simetrik seyr etmir. Bir gözün tamamən görməsinin itməsindən 3 il, 5 il sonra 3 il, 5 il sonra digər göz öz əlamətlərini göstərir. Dolayısıyla insanlar bu görmə sahəsinin daralması təqribən 70%-lərə gəlməyincə heç bir şəkildə hiss etmir. Çünki göz təzyiqinin yüksəlməsi ağrı ya da gərginlik, qızartı əlaməti ilə seyr etmir. Qlaukomanın ancaq dar bucaqlı formasında ya da qapalı bucaqlı formasında kəskin ağrı olar və pasiyent təcili yardıma və oradan da oftalmoloqa gedər. Kəskin ağrı ancaq qapalı bucaqda, dar bucaqda olar. Açıq bucaqlı qlaukoma ölkəmizdə sıx yaygın olaraq görülən eksfoliativ forma qlaukomada bu kimi ağrı əlamətləri olmur. Və niyə diqqət yetirməliyik? Əgər ki, bu juvenil qlaukoma deyil, yəni 10 yaş civarında ortaya çıxan qlaukoma deyilsə, anadan gəlmə qlaukoma deyilsə, burada göz həcmi böyüyər, buftalum dediyimiz bir şey yaranar, üzr istəyirəm, buzov gözü dediyimiz kimi, yəni göz irilər. Bu, uşaq yaşında deyilsə, yetişkin yaş bir insanda ortaya çıxıbsa, bu heç bir əlamət vermir. Dolayısıyla biz nə etməliyik? 40 yaş sonrasında onsuz da hamımızın görməsi yavaş-yavaş pozulur, yaxın eynəyə ehtiyacımız yaranır. Göz həkiminə mütləq surətdə demirik bizə gəlsinlər, yəni əsla bu şəkildə səslənmək istəmirik. Bölgələrimizdə belə ölkəmizin hər bir yerində göz poliklinikaları var. Elementar olaraq gedib göz təzyiqinizi ölçməlisiniz. Niyə deyirəm elementar? Çünki daha ciddi müayinə tələb olunur. Yəni göz təzyiqi hər zaman başlıca amil, başlıca göstərici deyil. Amma bu skrining üsuludur. Və 90%-dən çox pasiyentdə qlaukoma göz təzyiqi yüksəlməsi ilə seyr edir. Əlbəttə, burada bir vergül qoyaq ya da bir nöqtə qoyaq, 2 nöqtə qoyaq. Göz təzyiqinin düşük olduğu hallarda da qlaukoma rastlana bilər. Biz buna hipotensiv qlaukoma deyirik ya da normotensiv qlaukoma deyirik. Amma əksər insanlarda göz təzyiqi yüksək olar və göz təzyiqinin normal dəyəri 10 ilə 20 mm civa sütunudur. Əgər bir insan göz müayinəsinə gedib və göz təzyiqi
təzyiqi 30 çıxıbsa, bunun normal olma ehtimalı çox düşükdür. 25-26 çıxıbsa normal olma ehtimalı var. Bu biz okulyar hipertansiyon deyirik. Yəni göz təzyiqi yüksəkdir, amma qlaukoma yoxdur. Baxın, mövzu o qədər qarmaşıqdır ki, göz təzyiqi yüksək, amma qlaukoma yoxdur. Elə xəstələrdə var. Göz təzyiqi aşağı səviyyədə, amma qlaukoması var. Belə xəstələrdə var. Amma göz təzyiqi, bəli, demək deyil. Ona görə dedim ki, elementar olaraq. Amma əksər pasientlərimizdə göz təzyiqi yüksək olar. Biz getdik poliklinikaya, ölçdürdük, 30 çıxdı təzyiqimiz. Burada artıq başqa instrumental müayinələr işin içinə girir. Bunlar OCT-dir, yəni görmə siniri başının analizidir. Görmə sahəsi filmidir. Bu çox önəmlidir, çünki bəzən OCT filmləri, o tomografiya deyirik biz bizə, miyop insanlarda yanıltıcı düşük olar və özünü qlaukomaya yamsıladar. Bəzi anadan gəlmə atrofik dəyişikliklər var görmə sinirində, anatomik özelliklər var. O tomografiya yanıltıcı olaraq, düşük olaraq göstərər, nazik, yəni sanki atrofiya var. Amma görmə sahəsi filmi bizi yanıltmaz. Əksər hallarda biz görmə sahəsi çəkmədən qlaukom diaqnozu qoymuruq və xəstəliyin seyrini... Görmə sahəsi çəkmədən görmə sahəsi diaqnozu qoymuruq. Amma görmə siniri zədələnmə dərəcəsinə görə bu sahədə inkişaf var. Tomografiya filmi çəkirik biz, çünki bu ən bəsit testdir. Pasiyentin vaxtını almır, bir dəqiqədən daha az vaxtdır. Vacib testi. Yəni, baxın, qlaukoma xəstəliyində sadəcə göz təzyiqi dəyərinə görə diaqnoz qoymaq olmaz. Sadəcə OCT ölçüsünə görə diaqnoz qoymaq olmaz. Bunlar görmə sahəsi sadəcə də ona görə də qoymaq olmaz. Bəzi nevroloji problemlərdə də görmə sahəsi defekti ola bilər. Bəzən kataraktaya bağlı görmə sahəsi defekti ola bilər. Bir çox amili üst-üstə qoyaraq göz dibinin ən önəmlisi biz müayinə edərək göz dibinin oftalmoskopik müayinəsində biz görmə siniri başında ekskavasiya dediyimiz çuxurlaşmanın genişləməsini, atrofiyanı görürük. Yəni burada da hər zaman illərdən bəri OCT bundan 30 il qabaq, 20 il qabaq yox idi. Görmə sahəsi bugünkü növündə tam yox idi. Daha belə bəsit formada vardı, amma biz qlaukom diaqnozunu qoyurduq 50-60-70 il bundan qabaq da qoyurduq. Nəyə görə qoyurduq? Oftalmoskopik müayinəyə görə qoyurduq. Yəni burada da təcrübəli həkim o gözünün dibindəki müayinəyə əsasən diaqnozu qoyur ki, bu xəstədə qlaukoma var və biz hansı yolu seyr etməliyik müalicədə? Damcı mı verməliyik, əməliyyat mı etməliyik? Demək ki, növləri müxtəlifdir və hər növünə görə də individual müayinələr aparılmalıdır. Mərhələlərə görə də. Mərhələlərə görə. Çox maraqlıdır. Yaxşı, bəs bu qlaukomanı biz istəmədən də hər hansı bir müalicə sırasında, hər hansı bir travmadan sonra və s. qazana bilərik? Əlbəttə ki, bəli. Qazanılan xəstəliklər sırasında. Bəli, çox gözəl sual verirsiniz. Qlaukomanın təslifatı çünki çox genişdir. Bir verilişə biz bunu sığdıra bilmərik. Sualınızın cavabı olaraq 90 günlük qlaukoma adında bir diaqnoz var. Niyə görə 90 günlük qlaukoma? Küt travmalarda biz travma aldıq, küt travma aldıq və gözümüz perforasiya olmadı, yəni dağılmadı, cırılmadı, deşilmədi. Qanama oldu, gözümüz bulanıq gördü, bir aya bərpa oldu və biz qəşəng görürük, əla görürük, gözümüz qabaqki vəziyyətə qayıtdı. Amma nə etməliyik? Bu pasiyenti bir ay sonra bir daha müayinə etməliyik, bir ay sonra bir daha müayinə etməliyik, ondan sonraki ay bir daha müayinə etməliyik. Çünki 3 ay kritik bir dönəmdir. Açı geriləməsi dediyimiz bir şey var. Bilirsiniz ki, bizim ön kamera bucağımız var. Güzehli qışa ilə buynuz qışa arasında belə bir qıf kimi deyək. Necə ki, mayəni süzərkən bir qıfımız var bizim. Bu bucaq, ön kamera bucağı necə dedik bəyəllərə? Dardır, açıqdır, kapalıdır. Bu ön kamera bucağı cırıla bilir, genişləyə bilir və içindəki cırılmaya bağlı olaraq aylar içində orada bir skar toxuması, birləşki toxuma yaranır ki, göz için mayenin çölə axmasının qarşısı alınır və o kanallar, kollektor, toplayıcı kanallar yırtılır və doğru funksiya göstərmir. Bu birdən-birə baş vermir. Əvvəl təzyiq düşük olur, aşağı olur. Yavaş-yavaş o 90 gün içində açı geriləməsi dediyimiz, yəni travmaya bağlı olaraq qlaukoma təqribən 3 ay içində ortaya çıxır. Dolayısıyla bir evladımız varsa bizim, futbol oynadı, başından, gözündən zərbə aldı, bir damcı qızardı, gözü keçdi, heç həkimə getdik ya da getmədi.
görmədik, göz ardı etdik, nə olur? 3 il, 4 il sonra uşaq birdən-birə görməsini itirir. Bu çünki birdən-birə baş vermir. Bu illər içində olur. Nəyə bağlıdır? Travmaya bağlıdır bu qlaukoma. Dolayısıyla əgər göz və də baş nahiyəsində ciddi bir travma almışıqsa, bulanıq görməmiz olub keçibsə, ən bəsit olaraq biz aralıqlarla göz təzyiqimizi ölçməliyik ki, bu göz təzyiqimiz artıb ya da artmayıb. Qazanılma qlaukoma dediyiniz şey ən sıx bugün mövsümündəyik. Biz yaz mövsümündə öz başına apteklərdən alınan və gözə damızdırılan kortikosteroid tərkibli dərmanlara görə ortaya çıxa bilər. Biz bu kortikosteroid qaşınma üçün tökdüyümüz o deksametazon damcısını gözə damızdırdıqca steroidə bağlı qara su ortaya çıxır. Steroid-induced glaukoma dediyimiz bir şey olur. Bu da 1-2-3 həftədən çox bu dərmanları tökürüksə, ya da xroniki olaraq aylar, illər içində ara-ara bu damcıları tökürüksə, yenə səssiz bir şəkildə glaukoma ortaya çıxa bilər. Mənim belə bir pasiyentim vardı ki, 20'li yaşlardaydı, 25-26 yaşında və təəssüf ki, iki tərəfli korluqla bizə gəldi, gec gəldi. Nə olmuşdu? Bu uşaq həddi buluq yaşından etibarən, 14-15 yaşından etibarən mövsüm allergiyası olub, evdə anası alıb bu damcını vaxt aşırı töküb və nə olub? Bu glaukoma inkişaf eləyib illər içində və terminal vəziyyətə gəlib. Nə dedik biz? Travma alıbsa izləyicilərimizdən, yaxınlarından kimsə, qara su fikri ağıllarında olsun, öz başına allergiya damcıları alıb tökürlərsə, mütləq surətdə glaukomanı düşünsünlər, yəni göz təzyiqini ölçsünlər, ya da həkimə başvursunlar, müraciət eləsinlər. Az öncə danışdıq növünə görə bucağın açıq və s. hətta yırtılmasına toxunur. Bağlanma ehtimalları varmı? Əlbəttə ki, yəni açıq, biz doğumdan etibarən dar bucaqla doğulmuşuqsa, illər içində mirvari suyumuz inkişaf etdikcə, gözümüzdə büllurumuz ilərlədikcə, bu bucağımız dar növündən qapalı növünə keçir. Necə olur? Axşam anamız örgü örərkən, kitab oxuyarkən birdən-birə şiddətli ağrıyla həkimə gedir. Nə olur? Göz bəbəyimiz axşam vaxtı genişləyir, dar olan o bucaq daha da daralır, bağlanır. Başqa bucağın qapanma ehtimalı bu üveyitlərdir. Birləşki toxuma, ən çox revmatizm deyir ya, bu kimi xəstəliklərdə, xroniki üveyit xəstələrində, behçet xəstələrində bucaqda yapışıqlıqlar yaranır. Üçüncü neovaskulyar glaukoma, damar tıxanıqlıqlarına bağlı olaraq gözümüzdə, diabetik xəstələrdə bucaq qapana bilir, üstündə yapışıqlıqlar yarana bilir. Yəni zaman içində heç bir glaukomaya meyli olmayan insanların belə, genetik olaraq oraya meyli olmayan insanların belə o ya da bu yanaşı xəstəliklərin nəticəsində qazanılma ya da fəsadlı glaukomada ortaya çıxa bilər. Onda belə çox ki, bizdə refraktiv qüsur varsa, ora hipermetrop daxil, biz daim nəzarətdə saxlamalıyıq gözümüzü və çox nadir halda rastlanan bu dar bucaqlı glaukoma olsa belə bizi korluğa gətirib çıxara bilər. Sözsüz ki, özəlliklə müsbət 5-in üzərində o qədər incəliklər var. Bəli, bayaq vurğuladığım misal dedim ki, dar bucaqla doğulmuşduq, yəni zaman içində mirvari suyumuz inkişaf etdi və bucaq bağlandı. Buraya kim aiddir? Müsbət 5-in üstündə olan nömrəsi insan var. 4, 5, 6, 7, bəzən 8, müsbət 10 nömrəsi var. Bunlar nanoftalim adlanılır. Bu insanlar 40 yaş civarından sonra mirvari su əməliyyatı olunmalıdır. Yəni şərtdir bu insanlara. Çünki biz yaşa dolduqca mirvari suyumuzun həcmi genişləyir, dar bucağımız daha da altdan itələndiyi üçün önə doğru qapanır. Bu insanlara profilaktik olaraq yağ lazer iridektomi edirik. İkinci ya da üçüncü göz bəbəyi açırıq ki, maye oradan dövran etsin, pupillər blok yaranmasın, göz bəbəyimiz mirvari su ilə bağlanmasın, birdən-birə o biz kriz yaşamayaq. Və tövsiyə olaraq bu insanları mirvari su əməliyyatını 40 yaş civarında tövsiyə edirik. Həm o müsbət eynəklərdən qurtulur, yaxın görməsi bərpa olur, həm də glaukoma riskini azaldırır. Sözsüz ki, bu nanoftalim, sizin dediyiniz kimi yüksək hipermetrop insanlar hər zaman risk qrupundadır. Bunların əməliyyatları da risklidir. Mən tərcih olaraq bunları ümumi narkoz altında əməliyyat edirəm. Həkimə çünki xəstəyə bağlı risk faktorları aşağıya endirmək üçün, ümumi qan təzyiqini kontrol edə bilmək üçün, xəstənin hərəkətlərini kontrol etmək üçün sıxmasın, gözünü rahat olsun. Çünki
nanoftalmik yüksək hipermetrop insanları əməliyyat etmək böyük riskdir. Ani qanamalar ola bilər, şüşəyə bənzər cismin prolapsusu ola bilər, göz təzyiqi artışına bağlı əməliyyat sırasında fəsad yarana bilər. Bunları hamısını nəzarət altına almaq üçün narkoz altında etməyi tərcih edirəm. Dolayısıyla üçüncü mesajımız bizi istəyənlərə olsun ki, əgər qalın, yüksək, müsbət nömrəli eynək taxırsınızsa, bu 5-in üzərində nömrədirsə və yaşınız 40-dan çoxdursa, eynəkdən qurtulma zamanı gəlib. Sırf eynəkdən qurtulma dəbinə bağlı olaraq yox. Qlaukoma riskinizi azaltmaq üçün, o daralmış bucağınızı bir miqdar rahatlaşdırmaq üçün. Doktor, deyək ki, qlaukoma səbəbi ilə görmə itkisi var, formalaşdı körlük. Bunun geri dönüşü varmı? Bugünkü gündə yoxdur, təəssüf ki. Çünki sinir hücrəsinin bərpası, regenerasiyası bilirsiniz ki, mümkün deyil. Dərimiz regenerasiya olur, qaraciyərimiz regenerasiya olur, digər dik orqanlarımız regenerasiya olur, amma bizim sinir hücrəmiz təəssüf ki, bugünə qədər araşdırmalar bu yöndə gedir, araşdırılır, amma geri qayıtmır. Onun üçün qlaukomanın mərhələsi nədirsə və o mərhələdəki görmənin faizini, gözün keyfiyyətini, görmə sahəsini qorumaq üçün əməliyyat edirik. Əməliyyatlar %100 möcüzə deyil, amma bir çox insanın görməsini uzun müddətlərdə qoruya bilirik. Bəzən isə ömür boyu qoruya bilirik. Qlaukom əməliyyatı oldum, amma ona rağmen kör oldum. Sən də gedib olma əməliyyatı deyən, qonşusuna tövsiyə verən insanlara bu mesajımız olsun. Təəssüf ki, qlaukom əməliyyatı olmuş hər kəsin görməsi ömürlük qorunmur. Amma qlaukom əməliyyatı olmasalardı, daha tez zamanda görməsini itirib tamamən kör olacaqdılar. Qlaukom əməliyyatı olduqları üçün o zaman biraz uzadı, amma yenə də mərhələdə, gəldiyi mərhələyə bağlı olaraq, takiblərə, müşahidələrə nə qədər düzənli gəlib getməməsinə bağlı olaraq qarası əməliyyatı olmuş insanların da bir qismi təəssüf ki, yenə görməsini itirir. Amma bu o demək deyil ki, qlaukom əməliyyatı olmamalıyıq. Bugün ondan çox qlaukom əməliyyat növü var və bir çox qlaukom müalicə növü var. Əgər ki, atrofiya mərhələsi azdırsa, xəstənin yaşı da azdırsa, öncəliklə dərman müalicəsi tətbiq edirik və yaxud lazer müalicəsi tətbiq edirik. Bunların fayda vermədiyi ilərlənmiş xəstələr var ki, bizim zamanımız yoxdur. Çünki damcı veririk, amma gün içində damcını tökəndən sonra yüksək təzyiq enir. İkinci dozuya doğru yavaş-yavaş yüksəlir, yenə enir. O günlük o piklər, diurnal variasyonlar da pasiyentlər üçün təhlükəlidir. Bunlara əməliyyat tövsiyə etməliyik. Xəstəliyin mərhələsinə görə, qlaukomanın növünə görə əməliyyat texnikamız, taktikamız dəyişir. Bəzən çox təcilidir, bəzən qlaukom əməliyyatı planlıdır. Ona yaxın dediyim kimi növü var, implantlar var, müasir texnologiyalar var. Bunlar vaxtında tətbiq olunmalıdır. Ölkəmizdə bu sahə kifayət qədər inkişaf eləyib. Həm bizim mərkəzdə, həm bir çox mərkəzdə də, yəni qlaukoma hər zaman ölkəmizdə diqqət sahəsində olub. Vaxtında müraciət etməlidirlər, sözsüz ki, daha sonra şikayət etməmələri üçün, daha sonra narazıçılıq bildirməmək üçün. Amma yenə də əfsuslar olsun bildirim ki, qlaukom əməliyyatı keçirtmiş ya da qlaukom müşahidəsində olan pasiyentlərin əksəriyyəti görməsindən narazıdır. Dərk etmədikləri, anlamaqda çətinlik çəkdikləri, anlamağa imtina etdikləri məqam odur ki, biz əməliyyat edirik, bəli. Amma var olan görməni qoruyub saxlaya bilmək üçün, o görməni uzada bilmək üçün, artırmaq üçün deyil. Baxın, qara su xəstəsi bir əməliyyata gəlibsə, onun görmə faizi qara su əməliyyatına bağlı olaraq zərrə qədər də artmayacaq. O bulanıq, tüstülü, onu narahat edən görməni qorumaq üçün edirik. Əks halda hətta işıq hissiyatını belə itirir bu insanlar. Fanarı tuturuq gözlərinə, o işığın hansı yöndən gəldiyini bilmirlər. Əl hərəkətini görə bilmirlər. Gecəni gündüzdən ayıra bilmirlər. Dolayısıyla qlaukomanız varsa, türkə çarələrlə, zəli qoymaqla, hansısa bitkilərinin çayını içməklə, elə də var bunlar. Ayağı duzlu suya qoymaqla, türkə çarələrlə bu xəstəliklə mübarizə aparmayın. O həkim pisdir, getdim, əməliyyat oldum, kör oldum deməyin. Yəni, həkim nə qədər pis ola bilər ki? Yəni, bunu bəzən bizim üçün də ünvanlayırlar ki, həkim pisdir. Biz bu xəstəliklərin müalicəsini evimizdə öyrənmirik. Bu uzun bir təhsil yoludur. Bir qara su əməliyyatını etmək üçün, bıçağı əlimə alıb gözü kəsmək üçün ən az 20 il vaxt lazımdır. İnstitutu bitirəndən sonra ən az bir 15 il vaxt lazımdır. Dolayısıyla
bir insan qlaukom əməliyyatı olduğuna rağmen görməsini itiribsə, deməli o şansı, başqa şansı yox idi. Deməli, sən qonşuna da bunu tövsiyə edə bilmərsən ki, olma, onsuz da kör olacaqsan. Qlaukom əməliyyatı keçirmiş insanların 50%-dən çoxu ömür boyu görməsini qoruyub saxlaya bilir, amma nəzarət altında idisə. Burada kompeans sözü ortaya çıxır. Uyum, xəstə və həkim vəhdəti. Xəstə uyum sağlayırsa, ayaq uydurursa həkimin dediklərinə, bəzən əməliyyatdan sonra hər ay, bəzən 2 aydan, 3 aydan bir daimi müşahidələr lazımdır 1 il boyunca. Əməliyyat etdik, tamam, təzyiq endi, amma o səviyyədə qalırmı? Bunu anlamaq üçün ayda yəni var olan problemi aradan qaldırır. Bəli, bu nəzarət İnkişafı davam eləyir yenə də. Bəzən needling dediyimiz bir şey etməliyik. Açdığımız kanalı biraz genişləndiririk, onun tikişini sökürük, bəzən içinə başqa bir inyeksiya edirik, bəzən o etdiyimiz əməliyyat fayda vermir, ikinci əməliyyatını edirik, bəzən o fayda vermir, üçüncüsünü edirik. Mənim 4 dəfə eyni insanı əməliyyat etdiyim qara tutan pasiyentlər var ki, əksər hallarda bunlar gəncdir. Əməliyyat fayda vermir, implant qoyuruq, şant implant qoyuruq, o da fayda vermir, ikincisini qoyuruq. Bu nədir? Refrakter qlaukoma, dirəncli qlaukoma. Bəzən belə olur, bir xəstəlik dirənclidir. İnsanların bəzisi dirənclidir. Söz deyirsən, çatmır, 2 dəfə, 3 dəfə, 4 dəfə, 5 dəfə deyirsən. Ona görə planlı əməliyyatlara təcili girirlər. Təcili əməliyyata planlı şəkildə girirlər. Bəli. Yəni müalicəsi yox deyirlər. Əvvəllər necə idi? İndi elə günün bugün də tibbdə simptomlar necə ki oxşardır, bir çox xəstəliklərdə olduğu kimi vurğuluyuruq. Eyni ilə indi artıq elə qlaukoma daxil bir çox xəstəlikləri əmələ gətirən səbəblər də oxşardır. Hətta bax nə gözəl bayaq vurğuladınız ki, hər göz təzyiqi qlaukomadır. Hər göz təzyiqi glaukoma olmasa da göz təzyiqinin normal dəyərlərində belə görmə sinirinin zədələnməsi müşahidə olunur. Yəni o qədər individual yanaşılmalıdır ki, tamaşaçı elə bilməsin ki, hə qlaukoma varsa sinir zədələnəcək, xeyr, təzyiq varsa qlaukomadır və ya yoxdursa olmayacaq. Heç kim bu təminatı verə bilməz. Yox. Bu veriliş çərçivəsində biz qlaukomanın tamamını insanlara izah edə bilmərik. O qədər məsəl ki, eyni anda otaqda 3 qlaukom xəstəsi ola bilər. Birinin təzyiqi 35-dir, amma buna əməliyyat lazım deyil, damcı müalicəsi verirəm. Birinin təzyiqi 18-dir, amma sən təcili əməliyyat olmalısan deyirik. Amma mənim üçün ikisi də qlaukoma xəstəsidir. Üçüncüsü illərcə qlaukom müalicəsi alıb, amma bu qlaukoma deyil. Bu anatomik olaraq görmə sinirinin ekskavasiyası genişdir. O qlaukoma deyil. Sən dərmanlarını kəs, sən dərmanlarını tök bir sonra gələrsən, sən təcili əməliyyat olmalısan. 3 qlaukom xəstəsinə fərqli rəy bildirə bilirik. Dolayısıyla evində qlaukom pasiyenti varsa, başqasına tövsiyə verməkdən qaçınsın. Evdə qlaukom xəstəsi varsa, mütləq göz professional göz həkiminə getsin və onu hər tərəfli individual araşdırsın. Qlaukoma son dərəcə mühüm, son dərəcə vacib bir amildir xəstəlikdə. Hətta Dünya Qlaukom Günü var. Tarixi tam unuttum, amma mart ayına təqabül eləyir. Amerika Birləşmiş Ştatlarında hətta screening üçün müxtəlif yerlərdə, metro çıxışlarında, alış-veriş mərkəzlərində göz təzyiq ölçüm aparatları qoyulur. Qlaukomaya diqqət yetirilməsi üçün. Çünki bu, qarşısı alına bilən körlük əlamətlərinin başında gəlir qlaukoma xəstəliyi. Sadəcə bizim ölkədə deyil, bütün dünyada böyük bir diqqət verilən bir göz patologiyasıdır. Hər bir halda qlaukoma diaqnozu detallı şəkildə aparılmalıdır. Burada buynuz qışağının qalınlığı ölçülməlidir. Bəli. Çünki bəzən buynuz qışağının qalınlığı, bax biz dedik normatansiv qlaukoma. Bilirik ki, normal şərtdə buynuz qışağı qalınlığı 500 mikron və üzəri olmalıdır. Pasiyent gəldi, buynuz qışağısı misal üçün bunun 600-dür. Təzyiqi də 28-dir. Bu qlaukoma deyil, qalın təzyiq, qalın buynuz qışağıdır, ölçümlər səhvdir. Pasiyent gəldi, buynuz qışağısı... Diaqnoz qoyuldu və müalicəsi də... Bəli, aparılıb illərcə, amma halbuki sənə eşq qlaukoma müalicəsi aparmaq lazım deyil. Dərmanları kəs, get, rahat ol, 6 aydan bir görmə siniri, görmə sahəsinə baxarıq. Başqa bir pasiyent gəldi, görmə buynuz qışağı qalınlığı 450-dir, 460-dır. Təzyiqləri 20-22-dir, amma atrofiyası 60-70%-dir. Bu insana təcili damcı müalicəsi başlayırıq və eyni zamanda bunların vaskulyar problemləri olduğu üçün beyin qidalandırıcı müalicələr üçün neyropatoloqa yönəldirik. Damar genişləndirici müalicə, qan sulandırıcı müalicə. Bunlar fayda vermirsə artıq əməliyyat tövsiyə edilir. Çünki bu daha sıx atrofiyaya verən, daha tez körlük yaradan elə normatansiv qlaukomadır. Yəni təzyiqi düşükdür, amma atrofiya gedir. Bu daha tez yəni körlük nəticələnən formudur. Dolayısıyla çox şahəlidir. Təzyiq sadəcə screening ölçüsüdür. Dediyim kimi 90% insanda təzyiq normanın üstündə olar.
Amma o kiçik bir 10%lıq dilim var ki, təzyiq normaldır. Və bu bir qrup insanda da təzyiq yüksək olduğu halda qlaukoma yoxdur. Dolayısıyla burada nə ipucu verək? Əgər ailədə qlaukoma xəstəliyi varsa və sizin yaşınız 40 yaşın üstündədirsə, mütləq göz təzyiqi ölçümü və göz tibi müayinəsindən keçin. Görmə sinirinin müayinəsini professional göz həkimi aparsın. Əgər siz qaşıntı üçün dərmanlar istifadə edirsinizsə və göz əlamətləriniz heç yoxdursa, yenə də göz təzyiqini ölçmək üçün həkimə gedin. Bilinməz bir travmanız varsa, travma hekayəniz varsa, bildiyiniz bir travma hekayəsi varsa, yenə göz həkiminə gedin. Və uşaqlar, əgər bir göz digərindən iridirsə, ya da hər iki göz yeni doğulmuş özellikle uşaqlarda iridir və ailə sevinir. Görün nə qəşəng iri gözləri var balamın, alma gözləri var balamın. Həqiqətən də struktur olduğunu aydınlaşdırmalıyıq. Bunu aydınlaşdırmalıyıq ki, bu geniş gözlər, bax uşaq qara göz doğulmuşdu, gözü alma kimi iridir, boz rəngindədir. Oldu ala göz. Xeyr, o dəmli buynuz qışadır. O ala göz deyil, bu qlaukoma xəstəsidir. Bugün çox müasir müalicə üsulları və müasir əməliyyat, daha qoruyucu, deyirik, bəbək əməliyyatları var ki, biz gözün içində daxil olmadan, non-penetran dediyimiz, gözün ön qabıq hissəsində apardığımız qara su əməliyyatları var. Lazer müalicəsi var, SLT lazer dediyimiz, hətta femtolazerlə belə qlaukom müalicəsi var. Bunların hamısını vaxtında etmək, görmənizi uzun müddət ərzində qorumaqda çox faydalıdır. Təşəkkür edirəm, doktor. Xoş oldu sizinlə söhbət. Qarşılıqlı oldu. Çox sağ olun gəldiyinizə görə. Uzman cərrah oftalmoloq Cahid Şahbazov studiyamızın həkim qonağı idi. Buyurun, konsultasiyalara yazıla bilərsiniz. Caspian International Hospitalda fəaliyyətini davam etdirir. Mən geyimə görə Lady Charm mağazasına təşəkkürümü bildirim. Xanımlar, diqqətiniz bizdə olsun, yeni kolleksiyalar var. Hətta endirim aksiyasına start verilibdir. Nəriman Nərimanov metro stansiyası çıxışında yerləşir bir filialı. Mən oradan geyimləri əldə edirəm. Zövqünüzü oxşaya bilərsiniz. Xatırlatmaq istəyirəm, 010-322-0131 Lady Charm mağazasına məxsus nömrədir. Görüşmək ümidi ilə, hələlik.